Kimdir bu, günümüzə heç bir əsəri tam şəkildə çatmamış olan, lakin bir çoxları tərəfindən müasir elmin atası adlandırılan Demokrit? Bugün həyatından bəhs edəcəyim Demokrit, bugünkü Trakya bölgəsində olan İyon koloniyası Abredada doğulmuşdur. Atasının soylu bir ailədən gəldiyi bilinən Demokrit, atasının ona qoyduğu mirasla elm axtarışını həyata keçirmək üçün uzaq ölkələrə səyahətlər etmişdir. Misir, Hindistan, hətta Efiopiyaya belə ayaq basan Demokrit, o dövrün ən çox gəzən və ən çox elm insanı ilə görüşən alimlərindəndir. Bəs nədir Demokriti bugün videomuzun mövzusu edən? Videonun əvvəlində də qeyd etdiyim kimi, müasir elmin atası adlandırılmasının səbəbi də eynidir. Kainatın sonsuz hərəkət halında olan və bir-biri ilə dayanmadan əlaqəyə girən atomlardan təşkil olunduğu fikri. Bəli, düz eşitdiniz. Eramızdan əvvəl 460-cı ildə dünyaya gələn və eramızdan əvvəl 370-ci ildə vəfat etmiş Demokrit, Levkip və Epikür ilə birgə bundan 2400 il əvvəl kainatın ana maddəsinin atom olduğu fikrini ortaya çıxarmışdılar. Demokritə görə